Salam millət. Keçən dərs dediyim kimi, mənim əməliyyatlarımda sizin götürməli olduğunuz ən əsas məqamlardan biri birincisi intizamdır. İkincisi bütün qaydalara sadiq qalmağı öyrənmək və əməliyyata daxil olan zamanı ə, o ümumiyyətcə sosial manipulyasiyadan qaçaraq hər əməliyyatımız take profit və s. bunlardan qaçaraq təmiz şəkildə əməliyyata fokuslanıb düzgün əməliyyatlar alaraq marketdən çıxmaq və əlavə olaraq da ümumiyyətcə marketdən çıxmağı bacarmaq. Hal-hazırki əməliyyatda millət break-even olduq. Ə, Qəşəng əməliyyat idi, gözəl əməliyyat idi. Sadəcə yanlışlarım var idi burada. Yanlış nə idi? Açıq olaraq hədəfin alınacağını düşünürdüm. Amma tam olaraq bilmirdim. Yəni ki, alınacaq, alınmayacaq. Yəni mənim üçün A plus setup deyildi, buranın alınacağı. Əslində burada short pozisiya var idi. Yəni çox qarışıq bir yer idi mənim üçün. Çünki burada mənim üçün eyni də buradan da marketi shortlamışdım. Tam bura qədər. Shortlamışdım dedikdə nə məndə? Yəni əməliyyat daxil ola bilməmişdim. O da daxil ola bilmə səbəbim həmin vaxtı qrafikin qarşısında olmamağım idi. Amma olsaydım həmin vaxtı qrafikin qarşısında, yəni 100% o əməliyyatı alacaqdım. Short əməliyyatı. Və sonradan burada long pozisiyası formalaşdı və onu dəyərləndirdim. Amma beynimdə bir tərs mütənasiblik var idi. Çünki həm long düşürəm, həm short düşürəm. Yəni açıq şəkildə nə long, nə short yoxdur beynimdə. Aydınmı? Ona görə biraz bir növ qarışıqlıq var idi açığı ki, yəni market long mu gedəcək, short mu gedəcək? Tam olaraq dəqiqləşməmişdi. Ona görə bu əməliyyatı əslində ə, yəni 800 dollar profitdə bağlaya bilərdim. Nəyə görə bağlaya bilərdim? Çünki dediyim kimi, yəni A plus setup deyildi. Bu əməliyyatın biası mənim üçün açıq deyildi. Amma yenə də əməliyyatı axıra qədər saxlamaq mənim üçün yəni vacib bir situasiya olduğu üçün axıra qədər saxlamağı seçdim. Və break-even olana qədər də gözlədim. Break-even olduqdan sonra market deməli 120 point aparmışıq. 120 point həqiqətən gözəl bir yüksəlişdir. Gözəl bir yüksəlişdir və bunu biz aparmışıq. Amma hədəfim buralar idi. Bu səhv gəlmədi, canı sağ olsun. Birazdan yenə açıq bir pozisiya hazırlamışam indi buradan. Yenə bir ön yargım var. Bitcoin-də də əməliyyatım var hal-hazırda. Onun da take profit olmasını gözləyirəm. Almayıb hələ limit. Birazdan yəqin ki alar. İndi buradan ön yargımı deyəcəm. Qısa olaraq bir dəqiqə baxaq. Aha, bu şəkildədir. Mən keçən videolardan xatırlayırsınızsa demişdim ki, market və burada əməliyyatım var idi. Mənim yadınızdadır. Buradan əməliyyatım var idi. Hədəfim buraydı. Bura qədər də aldı. Take profit olduq. 4 saatlıq qrafikdir bu hal-hazırda. Sonrakı hədəfim demişdim buralardır. Və ondan sonra da açığı hədəflərim buralar. Bura deyildi açığı, yəni birbaşa buraydı. Və hamısı da alındı. Bu hədəfləri mən öncədən, yəni bu market buralarda olduqda, baxın buralarda olduqda mən demişdim ki, videolarda var ki, buralara qədər gələcək market. Bunlar da təbii ki, demə səbəblərim var idi, yəni boş bir yatırım kimi deməmişdim. Təbii ki, yatırım tövsiyəsi də deyil. Aha, indi burada market açıq mənim üçün hal-hazırda biasım çox kəskin deyil. Kəskin olmadığı üçün gözləməyi seçirəm. Yəni burada kəskin bir qərar verməyəcəm. Ona görə market burada mənim üçün bir növ nə reaksiya versə, nə etsə onu trade edəcəm. Aha, bu qədər. Aha, burada deməli millət, bu videodan mənim və sizin öyrənməli olduğunuz ən əsas situasiya birinci olaraq hər zaman karı almaq, millət, hər zaman kar almaq lazımdır. Bu çox gözəl şeydir. Yəni hər ehtimalla sən əliboş çıxmırsan. İkinci öyrənməli olduğumuz situasiya artıq bu market bura qədər yüksəlib, düzdürmü? Çox gözəl şəkildə yüksəldi. Burada likvidliyi aldı və s. Neynədi? İndi bura hər kəs bir ad deyə bilər, fərqi yoxdur mənim üçün. Amma fakt ki, bu market bax bura qədər düşdü. Baxın bura qədər. Diskount bölgəyə qədər düşdü. Bu diskount bölgəyə düşdükdən sonra marketin verdiyi bir reaksiya var. Bax bura düşdü. Normalda mən istəyərəm ki, bu əməliyyat bu qədər həcmli qalxıbsa, market biraz geri çəkilsin, diskountla düşmədən qalxsın. Və yaxud da diskountla düşürsə, çox nöqtə atışı toxunsun və qalxsın. Yəni burada oynamasını istəmərəm. Əgər ki, bura gəlib market diskontla bu şəkildə yorursa, bu əməliyyatın yüzdə mənim üçün böyük ehtimal düşəcəyinə qənaət gətirirəm. Və elə də oldu gördünüz. Buradakı reaksiya əsasən mən break-even etməmişdim hələ.
Buradakı reaksiyadan sonra break ekrana çəkdim və bilirdim ki, bundan sonra marketin qalxma ehtimalı yoxdur. Hə, 300 dollar, 400 dollar ondan sonra qalxdı. Ala bilərdim profitimi, ala bilərdim, amma onsuz da həmin profiti alacağam. Amma buradakı dediyim əsas intizama ə, yəni toxunmamaq üçün almağı seçmədim. Yəni çünki qaydalarım bu şəkildədir ki, indi bunda trade jurnalına işləyəcəm. Orada bu şəkildədir ki, ya əməliyyat take profit olsun, ya stop olsun və yaxud da çox risklidirsə break-even olsun. Aydın, yəni özün bağlamırsan. O yoxdur burada, qaydalarımda yoxdur. Yaxşıdırmı, pisdirmi? Yəni mənə görə yaxşıdır. Və bundan sonra verdiyi reaksiya görürsünüzmü? Burada atdı yuxarı. Bu reaksiya açığı bir növ mənə özgüvən verdi ki, ha, qalxacaq. Ondan sonra bax artıq bu düşüş artıq idi. Yəni bu düşüş çox artıq idi. Yəni görmək istədiyim düşüş deyildi. Bu düşüşdən sonraki bu qalxışda belə bildim ki, market düşəcək. Niyə? Çünki buradakı blokları heç biri qıra bilmədi. Qıra bilmədiyi halda açıq şəkildə buradan artıq necə də səliqə ilə düşdü aşağı. Bu qədər millət. Bugünkü marketə baxışım belə idi. Millət, bu video faydalı olurmu? Olursa yorumlarda yazın ki, o istiqamətə davam edək. Başqa suallarınız olsa da buyurun. Telegram kanalımızdan suallar cavablanır. Hər biriniz Allah'a emanet millət. Sağ olun.